Bəlkə bugün hər şey ürəyincə deyil. Bəlkə bugün əziyyət çəkirsən, yorulursan, için ağrıyır. Amma unutma, Allah bu an sənin yanındadır. Sən tək deyilsən. Görməyə yox, hiss etməyə çalış. Çünki Allah görünməzdir, amma onun varlığı hisslərlə yaşanır. Allah həyatdır, yaxşıdır, məhəbbətdir. Onu hiss etdiyin anda bütün bu gözəlliklər ruhunu dolduracaq. Unutma, hisslər görünmür, amma yaşanır. Davudun dediyi kimi, Rəbdən dad, gör nə qədər şirindir. Sən dayanmış ola bilərsən, amma ola bilsin ki, indi kimsə sənin vasitənlə Allahı hiss etmək istəyir. Dayanma, Allahı hiss et və onu hiss etdir. Necə deyərlər, Allahı yaşa, Allahla yaşa və Allahda yaşat. Uğurlar əziz dostum. Allahla birlikdə uzun və əbədi yolda səninlə addımlamaq mənim üçün böyük sevincdir.